Ona görə də Peyğəmbərimizin Ramazanla əlaqəsi çox dərin idi. Vəhiy gəlməzdən əvvəl Ramazan günlərində Peyğəmbərimiz tənhalığa çəkilir, düşünür, Allaha yönəlirdi. Bu vəhiyə hazırlıq idi, vəhiyin başlanğıcı. Və sən də, biz də hazırlaşmalıyıq. Ramazan həm böyük bir aydır, rəhmət, duaların qəbulu, həmçin böyük bir nədir? Məsuliyyət. Vəhiyin gəlişi Ramazanda oldu. Sən də qəlbini hazırla. İlk dəfə gəlib nə dedi? Oxu. Səni yaradan Rəbbinin adı ilə oxu. Nə ilə başladı? Oxu. Yəni bu kitabdan möhkəm yapış. Vəhiydən, buyruqdan möhkəm yapış. Allah daha da nədir? Səni ucalsın. Ramazanda görün, bütün xeyirlər, nemətlər, hamısı nədir? Bir araya toplanır. Yəni saymaqla bitməz bu Ramazanın gözəlliyi. Ramazanda həmçinin nədir? Ramazandan əvvəl insan nə etməlidir? Nəfsi tərbiyə. Ramazan həmçinin nədir? Nəfsi tərbiyə deməkdir. Çünki Allah Teala bu mövzuda nəfsini təmizləyən nicat tapar. Onu günaha batıran isə ziyana uğrayar demişdir Allah Teala Quran-ı Kərimdə. Nə deyir? Günəşə bax, onun işığına and olsun. Onu izləyən aya and olsun. Onu aşkar edən gündüzə and olsun. Allah istədiğini and içər. Onu örtən gecəyə and olsun. Göyə və onu Qurana and olsun. Yerə və onu yayıb döşəyənə and olsun. Nəfsə onu düzəldib formaya salana and olsun. Yəni insan xilası nədir? Nəfsini təmizləmək. Nəfsinə həm günah, həm də təqvasını ilham etdi. Onu təmizləyən nicat tapdı. Ona görə də Ramazan ayı bu deməkdir. Nəfsin paklığı, təmizlənməsi.